Vaxtınız xeyir. Deməli, bugün sizə riyaziyyatı sevdirəcək bir proqramdan, oyundan danışacağım. Uşaqlarınız sevə-sevə oynayacaqlar deyə düşünürəm. Açaq, baxaq, görək nə var, nə yox burada. Açılanda bizi belə bir səhifə qarşılayır. Pişiyimiz var, belə bir döyülmüş formada. Aşağıda ayarlar var. Ayarlardan deyək ki, uşağın səviyyəsinə görə toplama, çıxma, vurma, bölmə seçə bilirsiniz. Aşağıdan da səviyyə təsbit edirsiniz. Normaldır mı, asan mı istəyirsiniz, çətin suallar mı istəyirsiniz. Deyək ki, biz asandan başlayıb nümunə olaraq göstərək. Toplama, çıxma olsun deyirik və oyunumuza başladıq. Oyunumuz bu formadadır. Maneələri atlayaraq gedirsiniz və ya aşağısından keçirsiniz. Qəpikləri toplayırsınız, pulları yığırsınız. Biraz irəlilətəcəm. Və ilk belə sualımız gəldi. Sual gəldiyi vaxtı oyun dayanır. Və sualda siz hesablayırsınız. Məsələn, 12-dən deyək 5 çıxdıq. Elədi 7. Və aşağıda koşmaq, yəni davam edirsiniz, qaçırsınız. 7-yə vurduq və oradan halımızı qazandıq. Belə qorxunç bir şeylər gəldiyi zaman təbii ki, ona da dəyməməmiz lazımdır. Qorxuqları keçəndən sonra yenə xalımızı yığırıq. Yenə növbət sualımız gəldi. 8 üstə gəl 8, 16 olmuş oldu. Davam edirsiniz bu formada. Yəni dediyim kimi, uşaqlara maraqlı gələn bir oyundur. Məsələn, burada böyüdü artıq. Maneələri məhv edib gedirsiniz. Belə, betona dəydik, dayandıq. Bu formada. Təşəkkürlər izlədiyiniz üçün. Abunə ola bilərsiniz. Bəyəndinizsə paylaşa bilərsiniz. Təşəkkürlər.